Doktor, vaginoplastika əməliyyatı zamanı ən çox hansı səhvlər edilir? Ümumiyyətcə vaginoplastika əməliyyatı estetik əməliyyat olsa da qadınların həyat keyfiyyətinə müsbət təsir göstərir. Təəssüflər olsun ki, bəzən vaginoplastika əməliyyatı zamanı müəyyən səhvlərə yol verilir. Məsələn, əməliyyat zamanı uşaqlıq yolunun yalnız bir divarı bərpa olunur. Bundan əlavə, bəzən uşaqlıq yolunun yalnız girişi bərpa olunur, özü isə geniş şəkildə saxlanılır. Bu da təbii ki, əməliyyatın nəticəsinin uğurlu olmamasına səbəb olur. Bundan əlavə, burada yerləşən əzəllər bəzi hallarda çox səthi tikilir ki, bu da tez bir zamanda yenidən genişlənməyə səbəb olur. Bəzi hallarda isə əksinə tikişlər dərin aparılır və bu da bağırsaq və uşaqlıq yolu arasında bir yolun yaranmasına, yəni rektovaginal fistulaya səbəb ola bilir ki, bu zaman nəcis və qazların uşaqlıq yolundan xaric olması baş verir. Ona görə də dəyərli izləyicilərim, vaginoplastika əməliyyatı 15-20 dəqiqəlik bir estetik prosedur deyil, yüksək təcrübə tələb edən bir əməliyyatdır və peşəkar cərrahlar tərəfindən icra olunmalıdır.